Salam əziz müəllimlər, mən Səbinə Yusubova. Bugün sizlərlə 5-ci sinifin 7-ci mövzusu olan ailə büdcəsinin formalaşması mövzusunun izahını verəcəm. İqtisadiyyat nədir? Burada bəhs edəcəyik iqtisadiyyatdan. İqtisadiyyat təsərrüfatın qayda və qanunlarla səmərəli idarə olunmasıdır. Bəs ev təsərrüfatı nə deməkdir? Ev təsərrüfatı evin, ev həyatının idarə olunması üzrə işlərdir. Ev təsərrüfatına əmlak, pul vəsaitləri, ev şəraitində istifadə edilən əmək alətləri aiddir. Bəs ev təsərrüfatının idarə olunması nədir? Ev işlərinin yerinə yetirilməsi, yeməyin hazırlanması və s. bu kimi işlər daxildir. Daha sonra sizinlə danışacağıq ev təsərrüfatının iqtisadiyyatı nədir? Ailənin gündəlik iqtisadi həyatı haqqında elmdir. Demək, ev təsərrüfatının iqtisadiyyatında açar sözümüz elmdir, amma iqtisadiyyatda isə səmərəli idarə olunmasıdır. Daha sonra sizlə bəhs edəcəyik vəsaitlərimizdən. Vəsaitlər nədir? Ailə təsərrüfatının şərti olaraq 4 qrupa bölünmüş dəyərləri, ehtiyatları və imkanlarıdır. Baxırıq vəsaitlərimiz, əmək vəsaitimiz, bura aiddir, ailə üzvlərinin işi əməyi, maliyyə vəsaiti, pul gəlir aiddir bura. Belə deyək, ailəyə soyuducu, paltar yuyan, bu kimi əşyalar almaq üçün bizə maliyyə vəsaiti lazımdır. Yəni, böyük əşyalar almaq üçün bizə nə lazımdır? Maliyyə vəsaiti lazımdır. Maddi vəsaitlərə baxaq. Maddi vəsaitlərə əmlak, ailə təsərrüfatının elementləri, ərzaqlar aiddir. Məsələn, evə parçadan, şüşədən, plastik kütlədən belə deyək, əşyalar alınması üçün, ərzağın alınması üçün bizə nə lazımdır? Maddi vəsait lazımdır. Energetik vəsaitlərə də istilik, enerji, yanacaq mənbələri aiddir. Məsələn, mənzilləri isidirik, elə deyilmi? Bu aiddir energetik vəsaitlərə. Daha sonra bəhs edəcəyik büdcədən. Büdcə nədir? İngilis dilində tərcümədə pul çantası deməkdir. Xərclər büdcədəki pul vəsaitinin nəyinsə alınmasına və işlədilməsinə sərf edilmiş hissəsidir. Hər bir ailənin xərcləri vardır. Onlara aiddir, məsələn, qidalanma, kommunal xidmətinin ödənilməsi, nəqliyyat xərcləri və s. Demək, bu xərclərin bəziləri daimi olur, bəziləri isə dəyişən olur. Daimi xərclər nələrdir? Məsələn, qidaya, kommunal xidmətlərin ödənilməsinə ayrılan xərclər, bunlar daimidir. Dəyişən xərclər şəxsi planlardan, şəraitdən asılı olaraq yaranan xərclərdir. Məsələn, məzuniyyətə getmək, teatra getmək, sərgiyə gedilməsi, bunlar dəyişəndir. Məsələn, dəyişən xərclər bəzən ilin fəsillərindən asılı olaraq dəyişir. Məsələn, uşaqların məktəbə hazırlanması, qışa hazırlıq, bunlar aiddir. Nəyə? Dəyişən xərclərə. Xərclər bəzən gözlənilmədən yaranır. Yəni, gözlənilməz xərclər olur bu zaman. Buna da aiddir qonağın gəlməsi, gözlənilmədən qonağın gəlməsi, xəstəliklər. Daha sonra ailənin gəlir və xərclərinin müəyyən zaman kəsikləri üzrə paylanması ailə büdcəsi adlanır. Demək, əgər hansısa bir dövrdə gəlir xərcin artıqdırsa, bu zaman pulların bir qismini yığmaq olacaq. Yəni, yığım yaranacaq. Amma xərc gəlirdən artıqdırsa, bu zaman büdcəmiz kəsrli olacaq. Demək, gözlənilən gəlirdən artıq planlaşdırılıbsa xərc, bu zaman büdcəmiz nə olacaq? Kəsrli olacaq. Məsələn, bizim gəlirimizdən artıq xərcimiz yaranıbsa, büdcəmiz nədir? Kəsrlidir. Büdcə kəsri nədir? Büdcədə planlaşdırılmış xərclərə pul vəsaitinin çatışmayan hissəsidir. Yəni, planlaşdırır xərcləri, lakin ona sonda bizim pul vəsaitimiz çatmır. Bu da olur büdcə kəsri. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzu edirəm.